13 noyabr 2025-ci il tarixdə Mərkəzi Gömrük Hospitalına 33 gestasiya həftəsində birinci hamiləlikdən, birinci doğuşdan təcili keysəriyyə əməliyyatı ilə üçəmlər doğulmuşdur. Doğulan zamanı üçəmlərin birinci tayı spontan tənəffüsdə idi, digər iki tayı isə tənəffüs ehtiyacı olduğundan süni ventilyasiya aparatına qoşulmuşdur. Hal-hazırda üçəmlərin vəziyyəti kafidir, hər üçü spontan tənəffüsdədir, əmciklə normal qidalanırlar, çəkiləri 2000 qrama yaxınlaşır, kafi vəziyyətdə evə gedirlər. Sonrakı dövrdə hər ay pediatrın müayinəsində olmalıdırlar, aylıq inkişafları dəyərləndirilməlidir, normal qidalanmalıdırlar və peymətlərini vaxtında almalıdırlar.